Salam, mən Günel Bayramlı, sizin yoga təlimçiniz. Bu günləri sizə çoxunuzun doğru bilib, amma yanlış elədiyi hərəkətlərin həm doğru, həm də yanlış versiyasını göstərəcəm. Əvvəla onu deyim ki, yoga matlarımızın üzərində xəttlər var. Onları nəzərə alaraq hərəkətimizi düzgün formada eləməliyik. Tabanımızı xəttin bir kənarına qoyuruq, digər ayağımızı xəttin üzərinə yerləşdiririk. Yeni başlayanlar bu kubiklərdən istifadə edə bilərlər. Kubiki bura yerləşdirirlər və hərəkəti təkrar edirlər. Nəyi düzgün etmir xanımlar? Dizimiz pəncəmizin qarşısına keçir. Bu doğru hərəkət deyil. Dizimizi 90 dərəcəli bucaq altında qatlayırıq. Biz dizimizi tabanımızın üzərində saxlamalı və hərəkəti buradan davam elətdirməliyik. Doğrusu budur. Bu formada dirsəyimizi yerləşdiririk, əllərimiz qiyam mudrada, digər əlimizi isə başımızın üzərindən aparırıq. Bu hərəkəti yogaya yeni başlayanlar bu formada eləyir. Yəni əl burada qalır və qəlb çakrası tamamilə yuxarıya doğru açılmır. Doğru hərəkət bizim sinəmiz, qəlb çakramız açılsın və əlimiz tavana perpendikulyar olaraq qalsın. Başımız isə rahatlıqla baş qapağımıza tərəf dönsün. Növbəti hərəkətimizi eləyəndə xanımlar daha çox korpusunu aşağıya doğru salladır və o bizim onurğamızın aşağı hissəsinə pis təsir edir, ağırlıq verir. Bədənimizi daha çox yuxarıya doğru dartmalıyıq. Yəni bu formada yox, belə. Siz də bizimlə bu və bu kimi yoga hərəkətlərini daha düzgün texnikalarla öyrənmək istəyirsinizsə, buyurun dərslərimizə qoşulun. Yoga studiyamız 9-cu mikrorayon yanğın söndürmə məntəqəsinin yanındadır.